Dəyərli həmvətənlər, salam, hər vaxtınız xeyir olsun. Yenə də növbəti bir canlı verilişlə sizinlə birlikdəyik. Bu axşam daha çox bölgədə və məntəqədə baş verən hadisələrlə söhbətimiz olacaq. Verilişimizin qonağı isə Sayın Doktor Maşallah bəy rəzmidir ki, birazdan biz bəzi suallarla Maşallah bəyə müraciət edib və çalışacağıq ki, gündəmdə olan və məntəqədə xüsusilə də baş verən olaylar və hadisələri daha da geniş, yəni təhlil üçün sözü Maşallah bəyə verək. Amma mən istərdim, sabahları bilirsiniz ki, traktor oyunu çox həssas bir müsabiqəsi var. Sabahları İstiqlalla oynayacaq. Hal-hazırda ligin birinci yerindədir. Yəni, xal baxımından 27 xalı var. İspahan da öz rəqibini bu günləri məğlub elədi. 26 xalla traktoru təqib edir. Və daha sonra Fulad və eləcə də İstiqlal. İstiqlal indi 4-cü yerə düşüb. Sabahki oyundan çox şey asıldır. Əgər traktor o həman ligdəki qəhrəmanlığını, yəni birinci fəslin qəhrəmanlığını qoruyub saxlamaq üçün sabah mütləq İstiqlalı məğlub etməlidir. Əks təqdirdə bu şansı əldən verə bilər. Ona görə də İstiqlalla traktorun oyunu Qurd Dərəsində olacaq sabah Təbrizdə. Və bir sıra təxribatlar indidən başlayıb, elə bu təxribatlar dövlət səviyyəsindədir. O cümlədən Futbol Federasyonu özü müxtəlif bəyanatlar verir. Əvvəl elan elədilər ki, nəzərdə tutulan cərimə, yəni məhrumiyyət ki var, tərəfdarları məhrum ediblər. Bunu qaldırıblar və İstiqlalla traktor tərəfdarlarla birlikdə, yəni stadionda gedəcəklər, oynayacaqlar. Daha sonradan bəyanatlar dəyişdi və dedilər ki, yox, bunları məhrum etdik və yenə də, ayrı-ayrı bəyanatlar özdə rəsmi dövlət qəzetlərində bu səslənir, bu yazılır. Onun üçün də bizim sadəcə deməyimiz bundan ibarətdir ki, bunlar propagandadır. Yəni, qətiyyən sabahları traktor öz tərəfdarları ilə meydana gedəcək. Bu əslində qanuni, başqaha da bunu rəsmən elan ediblər. Sadəcə bu yazılanlar İstiqlalın, çünki onlar bilirsiniz ki, daha çox İstiqlal tərəfindədirlər və çalışırlar ki, bu oyun İstiqlal qazansın. Ona görə də belə bir şayələri atıblar ortaya ki, tərəfdarlar getməsin. Xüsusilə də şəhərlərdən, digər şəhərlərdən Təbrizə gələnlər ən azından bu xəbəri eşidib və getməsinlər. Amma əslində həqiqət bundan ibarətdir ki, rəsmi, yəni İran Futbol Federasyonunun traktor başqahına bir məktubu var. O məktubda bildirir ki, İstiqlalla traktorun oyunu traktorun tərəfdarları ilə birlikdə keçiriləcək. Yəni, hər hansı bir məhrumiyyətdən söhbət getmir. Əgər bu məhrumiyyət varsa, bu növbəti hansısa bir oyunda tətbiq ediləcək. O da hələ bəlli deyil, çünki traktor etiraz edib və çox güman ki, o məhrumiyyət aradan qaldırılsın. Ona görə ki, bu qanunsuzdur. Yəni, bu heç bir əsası olmadan sadəcə bir növ traktoru təxrib etmək üçün İnzibati Komitə belə bir rəy verdi, qərar verdi ki, bu çox güman dediyimiz kimi, bu ləğv oluna bilər. Ona görə də bütün traktor tərəfdarlarına bu xəbəri biz çatdırırıq ki, sabahları bilirsiniz ki, həssas bir oyundur. Hələ o imtiyaz və yaxud xaldan qıraqda, bu Tehran timlərinin biri ilədir, İstiqlalladır ki, son illərdə İstiqlalı məğlub edir traktor. Və Tehranda da bilirsiniz ki, məğlub elədi və sabahlar indi növbəti, bərgəşt oyunudur ki, ümid edirik ki, yenə də traktor hazırda ki, deyilənə görə hazırdır, yəni bədəni baxımından, taktik, teknik baxımından eləyə bilər, daha 3 xalı qazansın. Onun üçün həmişə hər zaman deyildiyi kimi 12-ci oyuncuya ehtiyacı var və o da 12-ci oyuncu traktorun tərəfdarlarıdır. Tərəfdarlarının o stadionda 90 dəqiqə o fişar gətirmələri və təşviqləri, ardıcıl, ardı-arası kəsilmədən təşviq ki, bu özü oyuncuların daha da güclü, traktor oyuncularının güclü oynamasına səbəb olur. Ona görə də biz umuruq, ümid edirik ki, həm Təbrizdə olan həmvətənlərimiz, gənclər, cümə günüdür, şərait var, vaxt var, 4:30-da başlayacaq, kifayət qədər vaxt var stadiona getməyə və həm də Şəhristandan gələnlər ki, yenə də onların vaxtı var, kifayət qədər eləyə bilərlər sabah
Yəni səhər tezdən yola düşsünlər. O qədər də uzaq yollar deyil. Məsələn, Ərdəbildən Təbrizə getmək 1-2 saat, 2 saat yarımdır və yaxud Urmiyadan Təbrizə gəlmək saat yarım. Ayrı-ayrı şəhərlərdən, nə bilim, Marağa, Sulduz, yəni yaxın şəhərlər, Mərənd, Xoy, orada ətraf çoxlu şəhərlər var. Gənclər eləyə bilərlər, getsinlər və traktor öz sevimli timlərini təşviq eləsinlər. Bilirsiniz ki, yəni, mən təkrar edirəm ki, traktorla iki Tehran timinin Persepolis və İstiqlalla arasında olan oyunlar xüsusi bir həssasiyyəti var və bu gün bu da sübut da oldu. Qustariş Fulat ki, cədvəlin axırıncı yerindədir. Bugün iki bərabərliyə, yəni Tehranda özdə Persepolislə bərabər elədi, müsavi elədi və bu onu göstərir ki, yəni daha çox həssasiyyət var. Bir halda ki, məsələn, Persepolis son oyunlarını daha çox qalibiyyətlə davam edirdi, amma Qustariş Fuladın qabağında ki, cədvəlin axırıncı yerlərində yer tutan bir timdir, dayandırıldı və eləyə bildi ki, Qustariş Fulad Tehranda, Azadlıq meydanında ən azından bir xalı qazansın. Və həm də yəqin xəbəriniz var ki, Kəmal Vənd, Qustariş Fuladın sərmürəbbisi də artıq o rəhbərlik edir. Qustariş Fulad bundan öncəki oyununu Təbrizdə traktora uduzdu 3-1 hesabı ilə və nəhayət ki, Persepolislə 1-1, 2-2 bərabərliyə qaldı ki, bu özü də çox önəmli bir nəticə idi Qustariş Fulad üçün. Və həm də göstərir ki, Azərbaycan timləri daha çox həssasdır. Yəni, bu hər vəcc ilə olur olsun ki, bu timləri məğlub etmək istəyir ki, ona görə ki, bu timlər İranda, yəni hər kəs bilir ki, faşisti bir nümunədir. Yəni, bu onların həm dövlətin istər federasyonda olsun, istər məclisdə olsun, istər Cumhurbaşqanlığında olsun, istər dövlətin digər nöqtələrində olsun, bunlar yardım edirlər. Bunlar əllərindən gələni edirlər ki, tabii ki, Tehran timi həmişə birincilikdə olsun, birinci olsunlar ki, bir zamanlar olublar. Amma bu tabunu qıran, yəni bu tək o qütbili aradan qaldıran, aparan traktor timi oldu. Belə bir tim gəldi ortalığa və bir zamanlar İstiqlal Persepolisə tərəfdarlıq eləyən traktor tərəfdarlarının hamısı o timlərdən üz döndərdilər və gəldilər öz timlərini. Yəni, həqiqəti tapdılar, bildilər və gördülər ki, Azərbaycanın timi traktor timidir. Hələlik, yəni bir çox timlər var, amma ən güclü timi hal-hazırda traktordur və ona görə də o timləri bu vasitə ilə, bu yolla da zəiflətdilər. Yəni, tərəfdar baxımından, hər baxımdan zəiflətdilər və biz görürük ki, Persepolis indi 8-ci, 9-cu yerdədir, İstiqlal düşüb 4-cü yerə. Amma halbuki traktor birinci yerdə birinciliyi davam edir. Keçən ildə Cami Həsvinin qəhrəmanı oldu. Hələ bu ildə 4-1 finaldadır. Çox güman ki, eləyə bilər həm də traktor yenə də Cami Həsvinin qəhrəmanı olsun və həm də ligi bərtərin. Yəni, bütün bu nəticələr millətin himməti ilədir. Yəni, o tərəfdarlar ki, yayda, nə bilim, qışda, soyuqda, qarda, boranda fərq etmir onlar üçün. Çünki sevirlər o timi və könüldən, müxtəlif yerlərdən, İranın ən ucqar yerlərindən gəlirlər, təşviq edirlər və bu təşviqin nəticəsində də indiyə qədər belə bir mühüm nəticə əldə olunub və mühüm nəticəni əldə saxlamaq üçün sabahları hər kəsi dəvət edirik stadyuma, Qurd dərəsinə, yəni xüsusən də daha çox şəhərstanlardan, digər şəhərlərdən ki, gəlsinlər, öz plakardları ilə milli şüarlarımız var. Təbii ki, stadyumda milli şüarlar səsləndirirlər və elə bu şüarların demək olar ki, indi tacı Azərbaycan var olsun, istəməyən kör olsun ki, mən keçən dəfə də bunu izah elədim və bu şüarda bir çox şeylər özünü tapır. Ana şüardır demək olar ki, həman şüarlar və eləcə də indidən ki, təxribatlar başlayıb. Bu bizim təklifimiz deyil, sadəcə traktor tərəfdarlarının belə bir təkliflər veriblər ki, Federasyon İran düşməni Azərbaycan şüarı da orada səsləndirilsin. Yəni, bu komitə inzibatının haqsız, nahaq qərarı ilə bağlıdır ki, Xətibi qardaşlarını birini 5 milyon, birini 10 milyon cərimə eləyib, tərəfdarları bir cələsə məhrum edib və ortada da ciddi heç bir şey yox.
Sadəcə sabahın oyunu ilə bağlı mən daha qısa bir neçə kəlmədə bildirmək istərdim ki, dostlar, əgər davərdən hər hansı bir xəta baş verirsə, əlbəttə bu o vaxtdır ki, o davər bilmədən o xətanı edir. Amma planlı bir şəkildə olsa, o ayrı bir məsələ. Bəzən olur, bəzən davərlər görürsən ki, ya görmür, ya nəsə bir an nələrsə qabağa gəlir, düzgün qəzavət eləyə bilmir. Bu normal, yəni bu hər yerdə də belə bir olaylar, hadisələr olar. Amma düzdür, İranda daha çoxdur. Onun üçün mən deyirəm ki, elə olanda davəri təşviq etmək lazımdır ki, daha onu təkrarlamasın. Əgər kiçik bir, siz təsəvvür eləyin, bir xətaya görə davərə söyüş vermək, onu məsələn meydanda aşağılamaq, o bahis olacaq ki, daha da bilərəkdən traktorun əleyhinə çalışsın. Yəni, o baxar görər ki, stadionda kənardan, qıraqdan onu söyürlərsə və o istər ki, onun acığını, yəni o nəticə ilə çıxarsın. Ya bir penalt tutsun, qarşı tərəfə versin, ya traktorun bir penaltını görməzdən keçsin. Yəni, müxtəlif yollardan eləyə bilər ki, tərəfdarlardan acıq çıxmaq üçün o işi görsün. Çünki o anda ki, o təhqir olunur, onun yeganə silahı onun əlindəki sut və onun vicdanıdır ki, ondan tərəfdarların əleyhinə istifadə edə bilər. Çünki onun ayrı bir çıxış yolu yoxdur ki, daha nə eləyə bilər, nə edə bilər. Onun üçün ən gözəl yolu, yəni təşviq etməkdir. Çalışın elə bir anda davəri təşviq edin. Və yaxud heç təşviq etməsəz də hər hansı bir ciddi bir reaksiya, yəni söyüş falan verməyin. Çünki olur, bəzən insanlar cavan uşaqlardır, görürsən ki, dözə bilmir və bu işi görür. Çünki davərlər də baxır, görür ki, indiyə qədər bu qədər ədalətsizlik, haqsızlıq olub və Təbriz stadionunda o qədər də böyük bir reaksiyalar olmayıb. Düz də olub, yəni bunu inkar da etmək olar və orada bütün stadionun səndəllərini qırıb töküblər meydanlara, polislə dərgir olublar, maşınlar yandırıblar filan. Yəni bu hadisələri də biz şahid olmuşuq. Demirik, ümumiyyətlə yəni susublar. Amma üstəlikdə belə götürəndə ayrı-ayrı ölkələrdə baş verən o ciddi olaylar kimi bir ciddi bir hərəkət olmadığına görə bunlar davərlər çox rahat bir şəkildə eləyə bilər. İstədiyi formada oyunun nəticəni qarşı tərəfin lehinə, yəni döndərsin. Ona görə də elə bu başdan davərə qarşı hörmətsizliyi olunmasa, edilməsə daha yaxşıdır. Bu bir təklifdir. Yəni siz qalanını özünüz bilərsiniz. Çünki orada meydan, siz orada hüzur tapırsınız, oradasınız, canlı hər şeyi siz daha yaxşı görürsünüz. Sadəcə mən təklif elədim ki, bunu mütləq nəzərə almaq lazımdır. Yox, əgər doğrudan da hiss olunsa ki, hakim yəni planlı bir şəkildə qarşısına məqsəd qoyub ki, məsələn, sabahları mütləq İstiqlal bu oyunu udmalıdır və açıq bir şəkildə ədalətsizlik edir. Onun da tənbihi şüvar deyil. Yəni orada bir şüvar vermək, davərin ünvanına 2 kəlmə şüvar vermək, yəni o qulaq ardına da vura bilər. Amma o istədiyinə nail ola bilər. Onun üçün belə hallarda onun üçün daha çox ciddi tənbihlər etmək lazımdır ki, ta bu şəkildə davərlər gəlib Təbrizdə rahat bir şəkildə rəyləri dəyişməsinlər. Əlbəttə, bu ligdə nisbət o biri liglərə bir qədər yəni ədalətli hakimlik ediblər, bu insafən, yəni bu nəticə özü də bunu göstərir. Amma dedik, o yerdə ki, biz öncədən demişdik ki, traktoru birinci yerə gələndə bu təxribatlar başlayacaq. Və bu təxribatları çox təəssüflər olsun ki, Futbol Federasyonu başlayır. Yəni, onlar idarə edir bu qanunsuz, qanundan kənar o hadisələri, olayları. Bunu bir var, məsələn, hakimlər hansısa nəyəsə görə edə, bir var, federasyon əmr verə. Buna görə federasyonun əgər hiss olunsa və doğrudan da ki, başlayıblar bunlar, həqiqətən də bunlar başlayıblar, elə tənbih özü onu göstərir ki, bunlar dözə bilmədilər və nəhayət ki, başladılar. Ona görə biz istərdik ki, oradakı traktor tərəfdarları daha diqqətli olsunlar, xüsusən davərin hərəkətləri ilə fərq eləməz, bu orta davər olsun, kənar davər olsun, yəni hakimlər olsun, heç fərqi yoxdur. Hər hansı bir ədalətsizlik, ciddi bir ədalətsizlik və nəticəni, yəni qarşı tərəfə verə biləcək bir ədalətsiz, bu şərtlə ki, yəni doğrudan da
hiss olunar ki, bunlar bilərəkdən bu işi görür, onda həqiqətən ciddi bir reaksiya göstərmək mütləq lazımdır. Amma düzgün oynayıb, yəni düzgün qarşı tərəf qazanarsa, təbii ki, bu normaldır və buna tərəfdarlar da, buna hər kəs yəni, tabi olmalıdır. Çünki futbolun qanunudur. Kim güclüdür, kim yaxşı oynayır, udmalıdır. Amma bunu hakimlər, bu uduşu hakimlər qazandırmamalıdır. Hakimlər vicdanla qəzavət etməlidir. Və dedim, səhvlər başqadır. Əgər səhvlər olursa, o səhvlər də bəllidir. Yəni, 1-2 aydın ola bilər və o anda da hər hansı bir ciddi reaksiya vermək lazımdır ki, davəri o cür çılğınlaşdırmayasan. Çünki onun dedim, yeganə silahı onun əlindəki sutdur ki, o fışfışadır ki, eləyə bilər, ondan qeyri-ədalətcəsinə istifadə də edə bilsin. Çünki insandır, hər halda insan da baxır, görür, onu meydanda söyürlər, təhqir eləyirlər, o da bir növ acığını çıxa bilər. Şuvarlar bilirsiniz, hər halda sabahları, biz əminik ki, sabah, yəni çox böyük əksəriyyət, on minlərlə insanlar stadiuma gələcək. Çünki oyunun həssasiyyətini siz bilirsiniz və həssas bir oyundur. Həm xal baxımdan, həm Tehran timinin oyunudur. Həm də ki, bilirsiniz, bunlar əsasən o həssasiyyət ondan irəli gəlir ki, bir neçə, yəni bunun səbəbləri var. Biri odur ki, həmişə hər zaman İstiqlal tərəfdarları traktoru Azadlıq meydanında təhqir ediblər, söyüşlər veriblər, bu televizyon vasitəsilə də yayınlanıb və digəri isə dövlət onların daha çox arxasındadır, onlardan çox himayət edir. Buna görə də yəni, bu tipli timi məğlub etmək və onu məğlub etməkdə rahat işdir. Çünki Azadlıq meydanında 3-1 hesabı ilə məğlub edilibsə, bu təbii ki, yəni, traktor meydanında da bu qələbəni qazanmaq olar. Mən demirəm, yəni, çünki traktor meydanında oynayır, Təbrizdə oynanır, məsələn, 6 qol vuracaq, o cür yox. Hər halda onlar da timdilər, onlar da hal-hazırda çox az fərqlərlə 4-cü yerdədirlər. Və yaxşı oyunçular alırlar, imkanları var, pulları, paraları var, dallarında, arxalarında duranlar var, hətta dövlət səviyyəsində vəziri vərziş özü bunların arxasında dayanır. Ona görə də yəni, bu o demək deyil ki, mütləq yəni, bunlar çox qolla bunları bədrəq etmiyorlar, yox. Elə 1-0 hesabı ilə də olsa, nə bilim 2-1 ilə olsa, əsas qələbədir. O qələbəni qazanmaq, hər hansı, yəni bir xalla, bir qol fərqi ilə olmuş olsa, o qələbəni qazanmaq çox böyük bir işdir. Sadəcə biz də ümid edirik ki, yəni Rəsul Xətibinin timi sabahları daha çox yəni öz təcrübələrini sərgiləyəcəklər. İndi timin, traktor timi bilirsiniz, keçən ilkindən çox fərqlidir ona görə ki, daha çox cavanları, gəncləri cəlb eləyiblər. Futbolda enerji tələb edir və o bir yerdə durub oynayan oyunculardan artıq, məsələn, Əli Kərimlər filanlardan yaxasını bir təhər qutardı. Və ona görə də indi sifarişlə yox, bəlkə burada görünür ki, Xətibinin birbaşa öz səliqəsi ilə bu oyuncular cəlb olunub. Ona görə cavan oyunculardır, qüdrətli oyunculardır. Yaxşı xətti həmlələri var, həqiqətən də. Yəni 3-4 hər an, hər zaman yəni, tərəfin dərvazələrini təhdid edə bilən oyuncular var. Habbək qismətində bəlkə sabahlar indi hər halda Kiyanı oynamayacaq. Onun yerini doldura biləcək, biz bilmirik, yəni buradan xəbərimiz yoxdur, daha kimlər olacaq. Amma müdafiə sistemində azacıq da olmuş olsa bir sıra problemlər var ki, ümid eləyirik sabahları, yəni bütün bunların hamısı nəzərdə tutulsun, ta beləliklə də imkan verilməsin qarşı tərəfə nəticə ala bilsin. Əgər traktor birinci hissədə hər hansı bir qolu vurarsa, istər-istəməz yəni, növbəti qolu vura bilər və o qolları hətta saxlaya bilər. Çünki tərəfdarların fişarları da çox-çox mühüm və önəmlidir. Mən bir daha, yəni son olaraq xatırlamaq istərdim ki, sabahları traktorun tərəfdarlarının icazəsi var stadiuma geçsin. Yəni Səhənd stadiumuna icazəlidir. Bu tabinaqdır, nə bilim, federasyonun saytıdır, vərziş 3 filan bəhmən. Bunların yazdıqlarına fikir verməyin, baxmayın. Əsas o traktor klubuna verilən qərardır. O qərara əsasən hər hansı bir problem yoxdur. Ona görə də şəhərlərdən də və Təbrizdən ki, xub daha rahatdır və digər yaxın şəhərlərdən ən azından ora durub getmək və stadiumu doldurmaq çox-çox önəmlidir ki, ta traktorun növbəti qələməsinə imza atmaq üçün bu şərait və zəmin yaradılsın. Uğurlar arzulayırıq sabah traktora. Fürsət olsa, zaman olsa, mən verilişin sonunda yenə də 1-3-4 kəlmədə olsa bir daha
çalışacağım ki, bunu xatırladım. Çox imkan olsa qısa bir ara alaq, aradan sonra Maşallah bəylə verilişimizə başlayacağıq.